Ay Allah, bunlar ne güzeldiler. Dördüncü Şuşa Qlobal Media Forumunda Cənab Prezidentin köməkçisi, hörmətli Hikmət Hacıyev, bütün izləyicisi çox olan məşhurlara səsləndi ki, Şərqi Zəngəzurda və Qarabağda dövlətimizin yaratdığı bütün gözəllikləri insanlara çatdırır. Şəhidlərimizin ruhuna halva ehsan edirik. Qurud əzərinə gərək qurud çürüməsin, çürüntülü görsənməsin. Bunun üçün də qurudu mütləq mənada ilıq suda, suyun içində ilıq qoymalıydın. Laçında xəngəl bişiririk. Bərəkətli olsun. Dördüncü Şuşa Qlobal Media Forumunda Cənab Prezidentin köməkçisi, hörmətli Hikmət Hacıyev, bütün izləyicisi çox olan məşhurlara səsləndi ki, Şərqi Zəngəzurda və Qarabağda dövlətimizin yaratdığı bütün gözəllikləri insanlara çatdırır. Belə baş istər. Söz kimindir, götürənə. Əzizim Qarabağ, Şəki, Şirvan, Qarabağ, dünya cənnətə dönsə, bizə əzizdir Qarabağ. Laçın şəhəri Quşçu kəndindəyik. Ay həsrətim, belə xal düşmən. Demək, qurudu tökürəm xəngəlin üstünə və üstündən də yağ soğan çar. Qətiyyən mənə şərhlərdə yazmayın ki, hanı bunun qıyması, hanı bunun beşəsi. Mən Borçalı balasıyam, gözüm açandan yağ soğan çara olur bizim xəngəl. Qıymalını da siz eləyin, sizə qonaq gələk. Qurutdu xəngəl, yayın istisində, özü də bu cür yağlı qurut. Məətəl qalmalı bir şeydir. Xəngəlin ki, yağı soğançası çox olmadı, o xəngəldən xəngəl olmaz, dadı da qəşəng olmaz. Xəngəlin soğanı biz külfət halədədik, ay cəmaət. O qədər uşaq vardı ki, xəngəlin soğanı bizi az düşürdü. Ona görə o vaxtdan çalışmışam, bolluq olsun. Qarabağdan, Laçın şəhəri, Quşçu kəndindən hər kəsə qucaq dolu salamlar getirirəm. Azərbaycan xəngəli bişirdim. Borçalı qızıyam, öz bildiyim yoldan bişirdim. Qarabağa qarış-qarış gəzməyə niyyətlənmişəm. Mənimlə bərabər bu yarışda kim var? Gəlin, sizinlə bərabərəm. Ən ləziz yeməkləri ən isbatlı şəkildə mən Nazilə Səfəndi təqdim etdim. Şükür bu günümüzə. Yaşasın Azərbaycan, yaşasın Qarabağımız, bütün Azərbaycan. Qarabağı gəzməyə gəlmişik. Hal-hazırda gördünüz, halvamızı bişirdik və bu halvanı şəhidlərimizin ruhuna ehsan edirik. Laçın əhlinə, qarşımıza kim çıxsa, pay verəcəyik. Qoy dua etsinlər. Allah qəbul eləsin. Çox sağ olun ki, bizi dinlədiniz və izlədiniz. Bu halvanı da belə bol-bol edirik ki, payımızı hər evdə doyunca dadına baxsınlar. Bax belə. Halvalarım hazır. İndi bir düşəcəm, qapı-qapı halvanı pay verəcəm. Ay Allah, bunlar ne güzeldiler. Bu ne mənzərədir. Laçın şəhəri, Quşçu kəndi. Ne güzel bir gün keçirtdim. Şükür bu günümüze. Yaşasın Azərbaycan. Yaşasın bütün Azərbaycan. Görün ne güzel yaşayış var. Burası Sus kəndidir. Hoş gördük. Necəsiz? Şəhidlərimizin ruhuna ehsan eləmişik. Bir halva payı getirin. Çok sağ olun. Çok sağ olun. Yeriniz yurdunuz şen olsun. Çok sağ olun. Sağ olun. Güzel hanım. Hoş gelmişsin buralara. Hoş gelmişsin. Hoş gördük. Ben size ehsan halva çaldım. Bir pay Allah kıyamam.
Allah yardım olsun. Çok sağ olun. Allah razı olsun. Yeriniz yurdumuz şen olsun. Laçın şəhərini gəzirik və gəzməyə davam edirik. Halda insanımızda qapı-qapı payladıq.